Bismillahirrahmanirrahim və bihi nəstəyin. Salam aleykum dəyərli izləyicilərimiz, xoş gördük hər birinizi. Mirac Media TV-ni izləyirsiniz və sizlərlə mən Elnarə Allahverdiyevəyəm. Artıq bir neçə verilişdə ki, biz ailə təşkilindən danışırıq və bir çox önəmli nöqtələrə də işarə etdik əslində. Dedik ki, ailə quranda bir çox nöqtələr var ki, onlara biz diqqət etsək, sahib ola bilərik müvəffəq ailəyə. Və dedik ki, dəyərli izləyicilərimiz, bir çox nöqtələrdən biri niyyətdən danışdıq, etiqaddan danışdıq, daha sonra o şəhvətyanə hissləri ailə qurarkən bir kənara qoymaqdan danışdıq. Böyüklərin ailə həyatına, daha doğrusu ailə qurmaq istəyən gənclərin həyatına müdaxiləsindən danışdıq və bugün də çox önəmli bir mövzudan danışmaq istəyirəm. Ailə qurarkən diqqət edəcəyimiz növbəti belə deyək, önəmli mövzulardan biri də qarşı tərəfin ailəsinə diqqət etməyimizdir. Qarşı tərəfin ailəsini tanımamızdır. Yəni, bu mövzuya ailə prizmasından baxmamızdır. Biz bəzən ailə qurarkən, daha doğrusu gənclərimiz bəzən ailə qurarkən fikirləşirlər ki, mənə qarşı tərəf kifayətdir. Yəni, onun mənimlə yaxşı olması, belə deyək, fikirlərimizin üst-üstə düşməsi, bugün bizim bu ailənin təşkilində o böyük bir istəyimizin olması bizə kifayətdir. Artıq belə deyək, nöqtələrə, məqamlara diqqət etməyimiz lazım deyil. Amma bu çox yanlış düşüncədir. Və biz görürük ki, boşanmalar nədən baş verir? İndiki zamanda boşanmalar niyə bu qədər çoxalır? Ona görə ki, gənclərimiz bəzən deyirlər ki, ikimiz bir-birimizə kifayətik, amma ailə qurandan sonra nə kimi problemlər çıxır üzə və artıq o ikisinin bir-birinə kifayət olan o his var idi, o his onlara kömək edə bilmir. O istək ki var idi, o istək onlara kömək edə bilmir. Elə ona görə də ailə təşkilində ailəyə çox diqqət etməlisiniz. Məsəl üçün, bir bəy xanım ilə ailə qurursa, onun ailəsi də, xanımın ailəsi də onun üçün önəmli olmalıdır. Və yaxud da bir xanım bir bəy ilə ailə qurursa, o bəyin ailəsi də onun üçün önəmli olmalıdır. Yəni, diqqət edin ki, siz bu insan ilə ailə qurursunuzsa, bunun ailəsi sizin əbədi, yəni bu dünya həyatındakı nə qədər yaşayacaqsınız, sizin daimi qohumlarınızdır. Və siz daimən bu insanlar ilə üz-üzə gələcəksiniz. Çox təəssüflər olsun, mən bəzən qarşılaşıram, xanımlarımız sual verirlər, cavan xanımlarımız, gənc xanımlarımız, hələ ailə qurmayan xanımlarımız var, deyirlər ki, mən bir bəy ilə ailə qurmaq istəyirəm, misal üçün bir-birimizi bəyənirik, bir-birimizə uyğunuq və biz ailə qurmaq istəyirik, amma bəyin anası məni istəmir, məni bəyənmir, bəyin mənimlə ailə qurmasını istəmir. Və mən belə düşünürəm ki, həmin belə deyək, bəy mənə kifayətdir. Yəni, onun mənimlə ailə qurması kifayətdir. Yəni, o mənimlə ailə qurmaq istəyirsə, bu mənim üçün bəs eləyir. Yəni, ehtiyac yoxdur ki, onun qohumları da, anası da, belə deyək, digər ailə üzvləri də məni bəyənsinlər. Amma bu çox yanlış düşüncədir. Bu, indiki halda, sizin yaşadığınız bu halı ki, yaşayırsınız, əgər bizi izləyən izləyicilərimizdən bu halı yaşayanlar varsa, mən onlara xitab edirəm. İndiki halda sizin üçün bəli, siz düşünürsünüz ki, belə daha yaxşıdır. Amma bu çox yanlış fikir də sonraki halı üçün, sonraki zaman üçün. Siz sonraki zamanda o qədər problemlərlə qarşılaşacaqsınız ki, çünki o bəyin qohumları həmişə onun həyatında olacaqlar. Onun anası, misal üçün, onun həmişə həyatında olacaq və xüsusilə təbii ki, birinci dərəcəli qohumlardan söhbət gedir, ailə üzvlərindən söhbət gedir. Bəyin bacısı varsa, anası varsa, qardaşı varsa, atası varsa, onlar həmişə onun həyatında olacaqlar və siz onları onun həyatından çəkib çıxarda bilməzsiniz. Bəli, siz onun xanımı olacaqsınız, bəli, siz onunla gözəl ailə təşkil edə bilərsiniz və bir-birinizə yaxşı gələ bilərsiniz. Allahın o dediyi rahatçılığı tapa bilərsiniz. Amma onun o anasını, atasını, belə deyək, ailə üzvlərini onun həyatından çıxarda bilməzsiniz. Və insanların həyatında olan insanlar ki var, misal üçün bizim həyatımızda olan insanlar var, dostlarımız var, anamız, atamız, qardaşımız, bacımız, övladımız, həyat yoldaşımız, hər kim ki var bizim həyatımızda, onların hərəsinin öz yeri var. Siz onun üçün ana yerini doldura bilməzsiniz, ata yerini doldura bilməzsiniz. Yəni, bu nöqtələrə diqqət etməlisiniz. Ona görə də ailə quranda qarşı tərəfin ailəsinin nəzərinə də fikir verməlisiniz və eyni zamanda ailə quranda qarşı tərəfin, belə deyək,
yaşadığı həyata, yaşadığı mühitə də diqqət etməlisiniz. Çünki bunlar sonrakı həyatınızda sizin ailənizə, ailə həyatınıza, ər-arvad münasibətinizə güclü təsirlər qoya bilər. Və çox önəmli mövzulardan da bəzən ailə quranda deyirlər, əşi ehtiyac yoxdur, anası mənə lazım deyil, atası mənə lazım deyil. Xeyr, bu cahilanə düşüncədir və dediyim kimi ailə qurduğunuz zaman ola bilər sizə deyək ki, yaxşı gəlsin bu fikir, amma sonradan bu fikri özünüz belə təsdiq etməyəcəksiniz. Belə dəyərli izləyicilərimiz, ailə həqiqətən də çox önəmli bir addımdır. Ailə qurmaq önəmli bir addımdır. Çalışaq Allahın istədiyi kimi, Allahın bəyəndiyi kimi bu addıma doğru irəliləyək və elə Allaha xatir addım ataq ki, ailəmiz də belə deyək bizi saadətə aparsın. Təşəkkür edirəm bizi izlədiniz. Minnətdaram hər birinizə. İnşallah növbəti verilişimizdə görüşmək ümidi ilə. Assalamu aleykum və rəhmətullahi və bərəkətuhu.